3. Salam aleykum. Bu günlərim sizə müvaydılar haqqında və çanqanlar haqqında danışacağım. Servisimizdə gördüyünüz kimi bir neçə dənə avtomobil var. Bunların hamısının görülən işlərin sonunda bir-bir olaraq çəkib sizə deyəcəm hansının maşında nə iş görülüb. Amma ümumi olaraq bugün sizlər haqqında danışıram. Yaxın gəlin zəhmət olmasa. Bu gördüyünüz avtomobil, baxın, kontenerin kompresoru işləmir. Bu gördüyünüz bu həmən ki bu çəhrayı rəng birbaşa kontenerə, adam da qorxur bunu əl vurmağa. Birbaşa kontenerə gedən komandadır. Kompresorda problem var. Bu avtomobilin kontenerin kompresoru dəyişiləcək. Bu avtomobildə ABS, ESP ilə bağlı problem var. Maşın ya geriyə getmir, ya qabağa getmir. Keçdik. Bu birisi avtomobil. Burada bir dənə yaydımız var. Bu maşında da umumi yoxlanışdır, injektor sistemidir. Bir də injektorun işığı yanır. Ona baxılacaq. Bu maşında isə çanqan cəmi 7 kilometr, 10.000 kilometr getmiş avtomobilimizdir. Bunda da ABS problemidir. ABS blok yanıb, açmışıq üstündə. Kapot açıqsa gəlin görsədim. Baxın, buranı yaxından götürün. Telefon işığı yandırın, zəhmət olmasa. Yandırma. Buranı görürsünüz. Bax, sökmüşük. ABS çıxarılıb. Bunu da üstünə qoymuşuq ki, problem olmasın. Bunda ABS problemidir və ən axırıncı keçdik buna. Burada bu maşında kollektor, egir, sajya filtr Euro 2 olur. Bu avtomobilimizdə də yenə də eyni qaydada alqı-satqıdır. KTD probegin yoxlanılması həyata keçiriləcək. Bir də alqı-satqı olacaq. Bir də burada bir dənə avtomobilimiz var. Maşın sahibi də yanımızdadır. Bu maşında qızdırır. Bunun da termostatı açılacaq. Cəmi probeg nə qədərdir? 26.000 gedib, maşında qızma problemi olur. Qardaş pompanı da dəyişib. Sonra nə eləmişsiniz? Soyuma mayesi də dəyişilib. Bir çox işlər görülməyinə baxmayaraq hal-hazırda biz termostatı açırıq. Termostatın vəziyyətini yoxlamaq üçün. Ola bilər ki, termostatı açıb yoxlayaq görək. Termostatı problem yoxsa yox. Bu da bizim servisimizin vəziyyəti. Sizlərlə tanış edim, dedim. Yəni, bu vaydılar da çanqanlardır. Bunlarla bağlı heç bir sıxıntımız olmasın. Hər hansısa bir çatışmamazlığımız olarsa belə qardaşlarımız ölməyib həll eləyəcək. Bunun da ki, qabaqdan vurulub maşın bir dəfə razyomuna baxın. Bax, görürsünüz, razyomunda problem olub. Prazvonka elədik biz razyomu. Razyomda heç bir problem yoxdur. Kompresor işləmir deyənə başqa kompresor qoyulacaq. Bunu da ki, bax, çıxartmışıq. Oğul istəyirəm ki, əlini bura soxsun.